Bakıdakı ən hündür 5 bina. Qeyd edim ki, bu sıralamaya qüllə sayıldığı üçün televiziya qülləsinə əlavə eləmədim. Getdik. 5. Crescent Place 170 metr. Bu bina Bakı buxtasının sahilində Crescent Mall'un üzərində yerləşən hündür binadır. 32 yerüstü mərtəbəsi var. Yaşayış üçün nəzərdə tutulan bu binanın yuxarı mərtəbəsində lüks mənzillər var. 4. Flame Towers 182 metr hündürlüyü var. Adında qüllə olsa da tam olaraq qüllə sayılmır. Bina tipli tikilidir. Bakıda ən diqqət çəkən tikililərdən biridir. 3 qüllələrin hündürlükləri fərqlidir. Onların arasında ən hündürü 182 metr hündürlüyə və 33 mərtəbəyə malik olan yaşayış binasıdır. 3. Sokar Tower 209 metr. Bu binanın 42 mərtəbəsi var. Ofis binasıdır. Tikintisi 2010-cu ildə başlayıb 2015-ci ildə sona çatıb. 2. Crescent City 210 metr hündürlüyündədir və 43 yerüstü mərtəbəsi var. Bu bina əsasən ofis və biznes mərkəzi kimi nəzərdə tutulub. Bu bina da Crescent Place kimi Aypara layihəsinin bir hissəsidir. Və 1. Bakıdakı ən hündür bina Qız Qalası. Yaxşı, zarafat edirlər. Zarafat eləmə, qurbanın olum. 1. Bakı Tower 277 metr hündürlüyündədir. Bu bina nəinki Bakının, hətta Cənubi Qafqazın ən hündür tikilisi sayılır. 52 mərtəbəsi var. Heydər Əliyev prospektində yerləşir. Çox funksiyalı bu bina əsasən ofis və biznes üçün nəzərdə tutulub. Bəs siz harda yaşayırsınız? Binanız neçə mərtəbəlidir? Bina evidir? Şərhdə qeyd edin.